Mən Çağdaş Təhsil Komandasının rəhbəri Vüsal Kəlbəcərli. Bu gün Azərbaycanımızın çox gözəl bölgəsi olan Gəncə şəhərindəyik. Gəncə şəhərində Gəncə Dövlət Universitetinin fəlsəfə doktorunu sizlərə təqdim etmək istəyirəm. Qabaqcıl müəllimi, baş müəllimi sizlərə təqdim etmək istəyirəm. Şagirdlər tərəfindən, tələbələr tərəfindən və insanlar tərəfindən sevilən bir müəllim təqdim etmək istəyirəm bu günlərim. Müəllimə, adınız, soyadınız? Adım Hacıyeva Bahar Sabir qızı. Gəncə şəhərində anadan olmuşam. 2004-cü ildə Gəncə Dövlət Universitetində fəaliyyət göstərirəm. 20 ildən çox iş fəaliyyətim var. Həm texnika üzrə fəlsəfə doktoruyam, bir də doçent, yeniliklə doçent adında. Hansı ixtisas üzrə? Biz texniki fənlərik. Ümumi texniki fənlər və texnologiya. Fizika və texniki fənlərdir fakültəmiz, amma özümüzün kafedramız ümumi texniki fənlər və texnologiyadır. Çox gözəl. Və siz yəni fəlsəfə doktorusunuz da, düzdürmü? Həm də dosentsiz və özünüzdə başqa hansı fəxri adlar almısınız? Müəllim üçün ən birinci elə bu fəxri adlardan elə müəllim, baş müəllim, dosent. Bundan belə də inşallah əgər imkan verərsə səhhətimiz, yəqin ki, professor almaq istəyərik. İnşallah, inşallah Allah o günü qismət eləsin inşallah. Və mən biz sizə uğurlar dilərik, nailiyyətlər dilərik. Və bizim jurnalistin işinə deyək, jurnalist müsbətləri çəkməlidir, ya mənfiləri çəkməlidir. Biz müsbət çəkməyə gəlmişik. İndiyənə qədər Gəncə Dövlət Universiteti Xəlil müəllimdən başda tutmuş, Ofeliya müəllim, Seyran müəllim, hamısını gözəl çəkmişik və sizi də gözəl çəkməyə gəlmişik. Sizə uğurlar dilərik, can sağlığı arzu edirik və arzu edirik ki, İnşallah sizin nəvələriniz də, övladlarınız da sizin kimi vətənimizin dəyərli vətəndaşları olsunlar. Müəllimlikdən əlavə, ziyallıqdan, təhsil işindən əlavə biz bilirik gözəl anasınız, gözəl valideynsiniz. Neçə övladınız var müəllimə? 2 övladım var. Adlar nədir? Hacıyev Rəmzi Rüfətoğlu, bir də Hacıyeva Şəbnəm Rüfətoğlu. Rəmzi bəy hansı sahədə çalışır? O iqtisadiyyat sahəsində təhsil aldı, amma belə indi özəl sektorda çalışır. Öz biznesləri var atasından bir yerdə. Ona görə qızım isə alman dilini qutarıbdı, həm də pedaqogika üzrə magistri də qutarıbdı. Biz sizi kimi əmlərlə fəxr edirik, qürur duyuruq və uyğun olsun ki, inşallah gələcəkdə ən yüksək adlara layiq görürsün nəvələriniz. Həyat yoldaşınız da təhsil sahəsində çalışır. Hamımız Hacıyev Rüfət Tofiqoğlu, indi o özəl biznes sahəsində çalışır. Əvvəl o da texnoloq olub, injiner texnoloq. Çox gözəl. Çağdaş Təhsil Komandası olaraq biz sizə ancaq uğurlar dilərik, nailiyyətlər dilərik. O gün olsun ki, inşallah biz tərəqqi medalı, əməkdar müəllim, şərəf ordeni alasınız və professorlar da alasınız. Bizə gəlin onunla bağlı gözəl çəkiliş eləyək. Təşəkkürlər, minnətdarım, sağ olun. Sağ olun. Sağ olun. Biz gözəl Gəncədə gözəl bir ailənin qonağıyıq və gözəl müəllimənin qonağıyıq, Bahar müəllimənin qonağıyıq və biz hər bir Gəncənin ünvanına gedəndə belə bizə gözəl çay süfrəsi verirlər. Və biz də bu günlərim fəlsəfə doktoru, baş müəllim, dosenti olan Bahar müəllimi sizlərə təqdim elədik. O gün olsun ki, inşallah müəllim ən yüksək ada layiq görülsün. Biz gələk onunla bağlı gözəl çəkiliş edəyik. Amin. Və təşəkkürümü bildiririk müəllimə. Allah təala sizə uzun ömür, can sağlığı versin. Biz jurnalist olaraq sizə ən böyük arzumuz odur ki, inşallah sizin 75, 80, 90, 100 yaşınız olsun, gələk gözəl çəkiliş edəyik. Mən həyatda olmasa da bizim əməkdaşlar gələrlər. Təşəkkür edirəm, minnətdarım. Sağ olun.